Əmək qanunvericiliyinin tətbiqi ilə bağlı sualımı hara və necə ünvanlaya bilərəm? Nəzərinizə çatdırırım ki, əmək qanunvericiliyi ilə bağlı suallar Dövlət Əmək Müfəttişliyi Xidmət tərəfindən cavablandırılır. Məqsədimiz qanunun düzgün izahını təqdim etmək və bu sahədə sizə metodiki dəstək göstərməkdir. Müraciətinizin cavablandırılma müddətinə gəlincə, vətəndaşların müraciətləri haqqında qanuna əsasən cavab verilməsi üçün müəyyən vaxt çərçivələri mövcuddur. Əgər müraciət əlavə araşdırma tələb etmirsə, ona ən gecə 15 iş günü ərzində cavab verilir. Əgər məsələ daha ətraflı yoxlanmalıdırsa, bu müddət 30 iş gününə qədər uzadıla bilər. Elə hallar olur ki, əlavə məlumat toplamaq və ya digər quruma sorğu göndərmək lazım gəlir. Belə olduqda, məsələ ilə məşğul olan vəzifəli şəxs bu müddəti əlavə 30 iş günü uzada bilər. Əgər bu məlumat tələb olunarsa, bu barədə sizə və ya yuxarı orqana məlumat verilir. Hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə isə ən gecə 15 iş günü ərzində baxılır. Bəzi hallarda isə məlumat vaxtında verilməsə, artıq əhəmiyyətini itirə bilər. Belə müraciətlərə dərhal, bu mümkün olmadıqda isə ən gecə 24 saat ərzində baxılmalıdır. Qeyd edək ki, bu müddətlər müraciətinizin cavabdeh quruma daxil olan gündən hesablanır. Müraciətinizi birbaşa aidiyyatı quruma və ya məsul şəxsə yazılı və ya şifahi formada təqdim edə bilərsiniz. Yazılı müraciətləri siz özünüz və ya nümayəndəniz vasitəsilə şəxsən təqdim edə, poçt, faks və ya elektron qaydada göndərə bilərsiniz. Yazılı müraciətlərdə müraciət ünvanlanan qurumun və ya şəxsin adı, sizin və ya təşkilatın adı, soyadı, ünvanı nümayəndə təqdim edərsə, onun da tam məlumatları və səlahiyyətini təsdiqləyən sənəd olmalıdır. Bu məlumatlar tam deyilsə, müraciət anonim hesab olunur və cavablandırılmır. Kağız üzərində müraciətlər imzalanmalı və tarix göstərilməlidir. Elektron müraciətlər isə rəsmi sayta daxil edilməli və ya müvafiq elektron ünvanlara göndərilməlidir. Elektron sənədlər elektron imza ilə təsdiqlənməlidir. Ən vacibi, müraciət aydın, oxunaqlı və etik çərçivədə olmalıdır. Dövlət Əmək Müfəttişliyi Xidmətinin səlahiyyətləri ölkə üzrə keçərlidir. Bunun üçün vətəndaşlar xidmətin aparatına, regional ərazi şöbələrinə, həmçinin dost mərkəzlərinə müraciət edə bilərlər. Bütün müraciətlər mərkəzləşdirilmiş elektron informasiya sistemi üzərindən qeydiyyata alınır və cavablandırılır. Unutmayın, əmək hüquqlarınızı bilmək sizin haqqınızdır. Əgər sualınız varsa, biz buradayıq. Dövlət Əmək Müfəttişliyi Xidməti olaraq sizə kömək etməyə hər zaman hazırıq.